Sonra test edərkən diqqət edəcəyiniz bir şey də var. Baxın, burada deyirəm ki, 2 rooms. Bu nəyə göstərir? Otağın sayını göstərir. 2 otaq. Yəni sayını göstərdi. Birində isə deyirəm ki, the second room. Bu isə sırasını göstərir. İkinci otaq. Birində isə deyirəm ki, room 2. Otaq nömrə 2. Bu isə onun nəyini göstərir? Nömrəsini göstərir. Yəni elə nömrə ilə sıra demək olar ki, oxşardı, amma işlənmə qaydası var. Yəni hər iki hal doğrudur. Mən buna room 2 da deyə bilərəm və yaxud da the second room da deyə bilərəm. Yəni nəyə diqqət edirik? Sıra sayının qarşısında Z olur. Amma rəqəm ismin önündə işlənərsə, bu zaman bu isim mütləq neynədir? Cəmləndi. Bir də bir şey yadda saxlayın. Deyirəm 5 yaşlı oğlan, tutaq ki, 10 vərəqli dəftər. Bu zaman buradakı saylar say kimi işləmir. Necə dəftər? Hansı oğlan? Fikir verirsə sifətin suallarına cavab verir. Bu zaman onlar cəmləmir. Məsələn, deyirəm ki, 5 günlük tətil. Tətil nədir? Holiday. Biz bilirik ki, sayılan tek isim varsa mütləq bunun artikl olmalıdır. Ona görə buraya yazıram E. 5 günlük deyəndə artıq bunun belə deyək də təyin edicisi kimi işlənir. 5-i yazıram bura. E5. Ortaya bir dənə xətt qoyuram. Day. Baxdınız, bu halda cəmlənmədi. E5 day, holiday. Və yaxud da deyirəm ki, 4 yaşlı oğlan. E4 year old boy. Buradakı E nəyə aiddir? Boya aiddir. Yəni, buradakı, belə deyək də, say kimi deyil, təyin edici kimi. Həmin bu ismə aiddir. Yəni, yaşını göstərir. Burada neçə günlük olduğunu göstərir. Yəni, bu halda buradakı day və yaxud da year cəmlənməyəcək. Bir də bunlara diqqət edirsiniz. Bir dənə də, əgər biz bilirik ki, saylar da sadə düzəltmə mürəkkəb olur. Düzəltmələrin sonu tin, ty və th varsa bunlar olur derivativ numeral. 2 söz varsa təbii ki, olacaq mürəkkəb. Bir də nəyə diqqət edirik? Sayın qabağında about varsa bu təxminən deməkdir. Exactly varsa bu isə dəqiq deməkdir. Dəqiq. Və ən çox readinglərdə düşə bilər. Yəni bunlara bir dənə diqqət edirsiniz.